Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şirahli sadri ve yessir emri ve hludeten lisani yefkahu kavli. Amma ba'd. Değerli dinleyiciler, bugünkü programımızın mövzusu inşallah Ramazan-ı Şərif, Ramazan-ı Şərifin fəziləti, oruc ibadəti, oruc ibadətinin fəziləti barəsində olacaq. Cənab-ı Allah Quran-ı Kərimdə Bəqərə surəsi 183-cü ayəti cəlilədə Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun deyə buyurur. Ayəti cəlilənin mənası belədir. Ey iman edənlər! Oruç sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi sizin də üzərinizə fərz yazıldı. Umulur ki, oruç sayəsində təqvaya çatasınız. Bu ayət-i cəlilə bizə oruc ibadətinin əhəmiyyətini, oruc ibadətinin tarixini izah eləməklə yanaşı, eyni zamanda oruc ibadətinin bizlərə qazandırdığı ən önəmli məsələ olan təqvanı bizim göz önümüzə gətirir. Birinci növbədə oruc ibadətini Rəbbimiz Teala burada bütün əzaları ilə, dili ilə, qəlbi ilə, könlü ilə, bütün varlığı ilə iman gətirmiş qullarına, bəndələrinə xitab eləyərək oruc ibadətinin onlara fərz olduğunu Cənab-ı Allah bəyan edir. Və bu sadəcə sizin üzərinizə deyil də, sizdən əvvəlki ümmətlərin də üzərinə fərz olan bir ibadətdir. Deyərək Allah Teala Cəllə Cəlaluhu oruc ibadətinin qədimliyini, tarixini və insanlıq yarandığı vaxtdan bəri son Peyğəmbər Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləm Əfəndimizə kimi gələn ümmətlərə Allah Teala Cəllə Cəlaluhu mərhələli şəkildə oruc ibadətini fərz elədiyini, vacib elədiyini dilə gətirir. Oruc ibadəti İslam dinində ən mükəmməl şəklini alan bir ibadət formasına olmuşdur. Belə ki, İslamdan əvvəl oruc ibadəti digər ümmətlərdə var idi. Ancaq onlar oruc ibadətini bəzi millətlər onu pəhriz qaydasında, bəzi millətlər onu müəyyən şeylərdən özlərini qorumaq qaydasında, danışmamaq, susmaq, müəyyən qidalardan pəhriz eləmək, müəyyən bir bölümdə, müəyyən bir günlərdə bu şəkildə oruç tutsalar da, İslam dinində isə Allah Teala Cəllə Cəlaluhu ayət-i cəlilə ilə Ramazan-ı Şərifinin tamamını oruc ibadəti ilə keçirməyi bu ümmətə fərz eləmişdir. Allah Teala Cəllə Cəlaluhu ayət-i cəlilədə təqvaya çatasınız umulur ki deyir. Təqva nədir? Təqva bir iman əhli üçün ən əhəmiyyətli bir qidadır. Bu qida Rəbbimiz Teala Cəllə Cəlaluhundan çəkinmək qidasıdır. Bu qida Rəbbimiz Teala Cəllə Cəlaluhunun rizası uğrunda həyat sürmə qidasıdır. Bu qida Rəbbimiz Teala'nın və Rasulü sallallahu aleyhi və səlləm Əfəndimizin əmrlərinə itaət qidasıdır. Təqva eyni zamanda nədir? Çox ibadət etmək, təqva çox zikir çəkmək, təqva çox həccə getmək, təqva çox ümrə ziyarətinə getmək sadəcə deyildir. Təqva eyni zamanda Allahdan, Allah xatirinə, Allah üçün Allahdan qorxaraq günahlardan çəkinməkdir. Günahlardan uzaqlaşmaqdır. Təqva bu şuurda yaşamaqdır ki, Rəbbim məni görür, Rəbbim məni eşidir, Rəbbim mənə duyur, Rəbbim mənə şah damarımdan daha yaxındır və bu düşüncə içərisində bir həyat sürməkdir. Allah Teala Cəllə Cəlaluhu bu ayət-i cəlilədə bizə oruc ibadətinin məhz bütün bu üstün kamillik sifətləri insanda aşılayacağını bizlərə bildirməkdədir. Oruc ibadəti başdan ayağa, Ramazan-ı Şərif eyni zamanda başdan ayağa
bir müminin həyatında dönüş nöqtəsidir. Yaxşı formada bir dönüş nöqtəsidir. Bir ibrətdir, bir dərsdir. Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz hədis şəriflərində bildirir. Əgər qullar Ramazan-ı Şərifin fəzilətini dərk eləsəydilər, Ramazan ayını bir ay deyil, bir il olmasını arzu edərdilər. Bir ay deyil, bir il olmasını diləyərdilər, arzu edərdilər. Demək, Ramazan-ı Şərif bu qədər əhəmiyyətli, bu qədər dəyərli bir aydır ki, Allah-u Teala Cəllə Cəlaluhu bizlərə bunu lütf eləmişdir. Bizlər də bu ayı inşallah Rəbbimizin bizə lütf olduğunu, şuurunu dərk edərək, düşünərək bu ayı layiqincə yerinə yetirməyimiz, əməllərini layiqincə yerinə yetirməyimiz, layiqincə qarşılamağımız və layiqincə yola salmağımız lazımdır. Ramazan ayı bizlərə eyni zamanda nəyi təlqin eləyir? Biraz əvvəl Ramazan ayının bizlərə bir məktəb olduğunu dilə gətirdik. Ramazanda başlamış olduğumuz gözəl əməllərin həyatımızın digər səhifələrini axtarmaq, digər vaxtlarda da inşallah Ramazan-ı Şərifin abu havasında yaşamaq. Ramazan-ı Şərifdə Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz çox oruç tutardı. Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz çox yardım eləyərdi. Digər aylarda da yardım sevərdi, amma Ramazan ayında daha çox yardım sevər olardı. Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz Ramazan ayında xüsusi diqqət eləyirdi, xeyir həsənatı artırırdı. Bizlər də Ramazan-ı Şərifdə çatdığımız zaman bir müsəlman kimi digər aylardan fərqli olaraq Ramazan-ı Şərifin fərqində olmalıyıq və Ramazan-ı Şərifdə xeyir dualarımızı daha çox artırmamız lazımdır. Ramazandan sonra da qazandığımız fəzilətli əməlləri həyatımızın digər vaxtlarına da daşımağımız lazımdır qısacası. Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz hədis şərifində bildirir ki, oruç mənim üçündür. Hərbətdə ki, bir qüdsə hədis şərifdir bu, Rəbbimizin dili ilə. Oruç mənim üçündür. Onun mükafatını da sadəcə mən verərəm deyir. Demək, oruç ibadəti o qədər dəyərli, o qədər qiymətli, o qədər əzəmətli bir ibadətdir ki, onun mükafatını sadəcə və sadəcə kim verməyə qadirdir? Rəbbimiz Taala verməyə qadirdir. Oruc ibadəti başdan ayağa bir fəzilətdir. Sahur yeməyi. Sahur yeməyi üçün ayağa durdusan və imsak vaxtına kimi sahur yeməyi içsən. Bu özün üçün bir qidalanmadır. Amma bununla yanaşı bir ibadətdir. Çünki bunu bizə əmr eləyən kimdir? Rəbbimiz Taaladır. Dur sahur yeməyində, sahur vaxtı, imsak vaxtı yemək ye. İnsan Rəbbi Taalanın əmri ilə qidasını qəbul eləyir. Rəbbi Taalanın əmri ilə qidasını kəsir. Rəbbi Taalanın əmri ilə təkrar iftar eləyir. Oruc ibadəti başdan ayağa bizə Allah Taala Cəllə Cəlaluhu'nun əmri altında, gözətləməsi altında olduğumuzu bizlərə bildirməkdədir. Oruc, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Əfəndimiz sahur yeməyində qalxın, sahur yeməyində bərəkət var deyir. Sahur yeməyinə qalxdığımız zaman Allah və mələklərin rəhmət, sahur yeməyinə qalxanların üzərinə rəhmət indirdiyini Peyğəmbər sallallahu aleyhi və səlləm Əfəndimiz hədis şəriflərində bildirir. Yenə eynisi ilə oruc ibadətinin, oruçlunun yuxusu belə ibadətdir. Oruçlunun danışması belə təsbihdir. Oruçlunun sükutu belə təsbihdir. Oruçlunun bütün hal hərəkətləri Allah qatında inşallah ibadət qəbul olunur. Amma yetər ki, oruçlu bunun fərqində olsun, dilini qeybətdən, gözünü haramdan, gedişini riyadan, əlini haramdan
və digər qəlbini inşallah kin, küdurətdən, bütün bu mənfiliklərdən uzaq tutsun. Oruç məktəbində biraz əvvəl dediyimiz kimi Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bildirir ki, necə oruç tutanlar vardır ki, tutduqları oruçdan onlara sadəcə və sadəcə aclıq qalar. Necə gecələri ibadətə duran vardır ki, onlara sadəcə və sadəcə yuxusuzluq qalar. Və oruç ibadəti isə bizi bunlardan tamamilə uzaqlaşdırır. Ramazan ayı o qədər fəzilətli bir aydır ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Kim Ramazan ayında bir nafilə əməli yerinə yetirərsə, Ramazan xaricində bir fərzi yerinə yetirmiş kimidir. Kim də Ramazan daxilində bir fərzi yerinə yetirərsə, Ramazan xaricində 70 fərzi yerinə yetirmiş kimidir. Ramazan ayı Rəbbimiz Taalanın rəhmət dəryasının coşduğu bir aydır. Ramazan ayı Rəbbimizin qullarını əfv və məğfirət edəcəyinə bəhanə axtardığı bir aydır. Belə ki, əməllərin baha qiymətə bəndələrindən alındığı bir aydır. Allah Teala Cəllə Cəlaluhuna yetər ki, biz yönələk, Rəbbimiz üçün bir addım ataq. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin hədis şəriflərinə biz rast gəldikcə, nəinki Ramazan ayında oruç tutmaq, hətta Ramazan ayında oruç tutana edilən ikram belə bir ibadət böyük bir ibadətə səbəb olur. Belə ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm hədis şərifində bildirir ki, kim oruçlu olan bir insana iftar verərsə, oruç tutanın savabından heç bir şey əksilmədən, eynisi ilə ona iftar verənə də eyni savab verilir. Sahabə-i ikram, ey Allahın Rəsulu, bizim hər birimiz bu imkana malik deyilik ki, oruçluya iftar verək. Allah Rəsulu sallallahu aleyhi və səlləm bildirir ki, bu qarın doyurmağa bağlı olan bir şey deyil. Bunu bir xurma ilə, bir içim su ilə, bir içim südlə belə bu savaba əldə eləyə bilərsən. Demək, qardaşlar, oruçlu üçün edilən bir diqqət belə bir savab qazandırarkən, görün, oruç tutan insanın özünün savabı nə qədərdir. Ramazan ayına hörmət göstərən bir insanın savabı bu qədər ikən, görün, Ramazan-ı Şərifin yaşayan insanın savabı nə qədərdir Allah qatında. Rəbbimiz Taala inşallah hər birimizi Ramazan-ı Şərifin feyiz və bərəkətindən istifadə eləməyi nəsib eləsin. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Əfəndimiz hədis şəriflərinə baxdıqda oruç tutana dənizdəki balıqların belə oruç tutanın günahlarını bağışlanması üçün tövbə elədiyini bildirir. Allah-u Teala'dan bağışlanması üçün xahiş elədiyini bildirir. Yəni, beləsi bir fəzilətli əməlin, fəzilətli ibadətin Allah-u Teala Cəllə Cəlaluhu bizlərə də lütf elədiyi üçün nə qədər həmd eləsük yenə azdır. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Əfəndimiz Rəcəb ayı girdikdən bəri belə dua eləyərdi. Allahümmə bərik lənə fi Rəcəbə və Şaban və bəlliğnə Ramazan. Ey Rəbbim, Rəcəb və Şabanı bizə mübarək elə, Ramazan-ı Şərifə bizi çatdır deyə dua eləyərdi. Yəni, Ramazan-ı Şərif o qədər mübarək bir aydır ki, Allah Rasulü belə digər vaxtlarda Rəbbinə qovuşmağı dilədiyi vaxtı, amma Ramazan-ı Şərifə çatmağı burada Rəbbimizdən təmanni eləyir. Yəni, Ramazan-ı Şərif bu qədər əhəmiyyətli, bu qədər qiymətli bir aydır. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm eyni zamanda hədis şəriflərinə diqqət elədiyimiz zaman oruçlunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha qiymətli olduğunu bildirir Peyğəmbər Əfəndimiz. Və oruç tutanın ağzından gələn qoxu belə Allah qatında bu qədər qiymətli, bu qədər dəyərli qəbul olunur. Allah-u Teala Cəllə Cəlaluhu bizlərə də bu fürsəti ayağımıza gətirib, yəni bu Ramazan-ı Şərifə qovuşdurub, Rəbbimiz Taala bu Ramazan-ı Şərifin feyiz və bərəkətindən bizləri də məhrum eləməsin. Ramazan-ı Şərifin
hər bir günü, hər bir anı bizim həyatımızda bir dönüş nöqtəsi ola bilər. İnşallah bu həyatımızı Ramazan-ı Şərifin mənəvi iqlimindən doyurmağı Rəbbimiz nəsib eləsin.